Natiq Beytiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsində qalib gələn Ruhun Xəzinəsi Mental Sağlamlıq adlı layihənin bağlanış tədbiri keçirilib. Tədbirdə İsmayıllı rayon təhsil sektorunun əməkdaşları, Azərbaycan Təhsil İşçiləri, Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru, İsmayıllı Xəbərləri qəzetinin redaktoru, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi, Ümumi Təhsil məktəblərinin psixoloqu, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin müəllimləri, şagirdlər, valideynlər iştirak ediblər. Ruhun Xəzinəsi Mental Sağlamlıq layihəsinin rəhbəri İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən tədbir haqqında tədbirdə iştirak edənlərə məlumat verib. Şagirdlər bağlanış tədbirində maraqlı səhnəciklər, rəqslər, mahnılarla hər kəsə xoş əhval-ruhiyyə yaradıblar. Əvvəlcə layihə rəhbəri olan Kamil Ruslan müəllimə xüsusi təşəkkür eləyirəm. Daha sonra uşaqlıq dövrü olan hər bir insanın həyatının başlanğıcı üçün, inkişaf dövrü üçün başlanğıcı və əsasıdır uşaqlıq dövrü. Nə qədər sağlam cəmiyyət, demək, xoşbəxt uşaqlıq deməkdir. Xoşbəxt uşaqlıq yaşayan hər bir kəs sağlam cəmiyyət deməkdir. Bu 5 ayki təlimdə öyrəndiyimiz tərbiyə metodlarını hal-hazırda icra eləməyə çalışırıq. Bu sonuncu gündə artıq 5 aylıq təlimin. 5 aylıq davam edən layihəmiz 50 çətin tərbiyə olunan şagird və həmin şagirdlərin valideyninə əsas məqsəd bu valideynlərə seminarlar keçərək, onları maarifləndirərək uşaqları üzərindəki nəzarəti və tərbiyə işini daha da aktivləşdirməkdir və biz bu layihənin sonunda buna nail olduq. Bugün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində Ruhun Xəzinəsi Mental Sağlamlıq adlı layihənin bağlanış tədbiri həyata keçdi. Tədbirin, daha doğrusu layihənin əsas məqsədi 50 çətin tərbiyə olunan şagird və onların valideynləri ilə maarifləndirici mövzular əsasında təlimlərin keçirilməsi idi. Sonda layihə müddətində fəal iştirakına görə şagird və valideynlərə təşəkkürnamə təqdim edilib. Rafiq Həsənov, Nicat Həsənov, Bugün İnformasiya proqramı üçün.